Bu gözünə. Meşə balı var. Müalicəvi balı. Bu meşə balı, müalicəvi balı. Harika bir şey. Dağ şeyləri var, yam. Düyü axtarırsınız ki, aş pişirməyə düyülər. Yerli düyüdür, 330'a vəhşi düyü. Arı yaxın gərəbər pendir olardı bunlar. 12'yə, 11'ə, 10 manata, 9'a, 10 manata kənd çolpalardı. 19'dan kimi buradasınız da. Davam edir də yarma. İnşallah. Füzuliyindir də bunlar. Yox, daş kəsən. Daş kəsən, gərəbər zonası, daş kəsən zonası. Sonra nar var. Nar 2 manat 50 qəpiyə. Böyle qabda olanı var 5 manata. Burada almalardır. 70 qəpiyə. 1 manat 50 qəpiyə, 1.50, 2 manata. Bu da siqanka olmasıdır. Bax bu siqankadır. Siqanka 2 manatdır. Qızıl əhməd kimi almadır 10 manat. Fındıq 15 manat. 12 manat 50 qəpiyə ləpə. Bu cökə balıdır. Bax belə süzdürür qəşəng. Belə süzdürəcək qaymağı da içindədir. Bu da ki şeydir. Armud qurusudur. Heyva. Hər şeyin qurusu. Çaya da atırlar da bu. Yabalı, kompotdur da. Kompot edirlər şey. İstəmədi. Qoz var. Belə aşağı verəcəm. Ordubad qalıcı, nazik qabıqdır. 10 manatdır. Ərik qurusu var 8 manata. 15. Salam, hər vaxtınız xeyir olsun. Bu günləri Bakıda Gənclikdə yerləşən Novruz bayramı yarmarkasındayım. Yarmarkada gəzəcəyim, qiymətlərlə tanış olacağım. Məhsulları göstərəcəm sizlər üçün. Videomu mütləq bəyənin, şərhlərdə öz fikirlərinizi bildirin. Ünvan Gənclik metrosunun yanında yerləşir. Gənclik molla üzbəüz. Səmənlər var burada. 1 manat 50 qəpiyə. 2 manata. 6 manata var belə. Formada olanlar var 6 manata. Böyle qabda olanı var 5 manata. 5 manata qabda olanlardır. Burada da çərəzlərdir, ləpələrdir. Müxtəlif qiymətə. Məsəl üçün belə qozlar var burada, ləpələr var. Ərik 14 manatdır. Albalı 12 manata, xurma 8 manata, 14 manata ərik qurusu. İsval gəlib ala bilərsiniz. Aynı neçəsinə kimi davam edir? 13'dən kimi? 19'dan kimi davam edəcəkdir. Yarmarkadır. Novruz bayramı yarmarkası. Sonra ləpələr neçədir? Hər qiymət var. Qiymətləri də üstə yazıbdır. 13 manata, 20 manata. Ərik qurusu var 8 manata, 15 manata. Badam var 5 manata. Ay, nə oldu? İstəmədi. Qoz var. Belə aşağı verəcəm. Ordubad qalıcı, nazik qabıqdır. 10 manatdır. Fındıq. Şabalz var. Bana heç kəsdə yoxdur. Şabalz 10 manata. Məhsullar genişdir, çoxdur. Sonra, yenə də burada da var, belə. Cavalı var 6 manata, cavalı var 8 manata. Cavalı var 7 manata. 10 manata var cavalı. Qabıqlı qoz var 5 manata. Cavalı 6 manat. Badam 16 manata. Bu ayın 19'dan kimi davam edəcək. Gəlib ola bilərlər. Sonra neçədən başlayır ləpələr? Hamısı qiymətli. Ləpələr 10 manat. 10 manata, 12, 14, 16, 17. Alça 6 manata, badam 16 manata, kişmiş 7 manat, ərik 8 manat. Ərik 12 manata, irəlilər var qəşəng. Bu da ki şeydir. Armud qurusudur. Heyva. Hər şeyin qurusu. Çaya da atırlar da bu. Yabalı, kompotdur da. Kompot edirlər qəşəng məhsul. Bunun kilosu neçədir? 5 manat. 5 manatadır belə. Sonra xurma var 6 manata. Yəni ki çeşid çoxdur. Kişmiş 16, 12 manata var. Sonra belə xurma qurusu var. 7 manatadır bu xurma qurusudur. Belə tumlu var 15 manata, 10 manata. Sonra 14 manata var belə kişmiş, qara kişmiş. Ərik var 14 manata ərik qurusu. 10 manata sarı kişmiş. Ərik 12 manata. Yəni qiymətlər standart. Çox bezdirmək istəmirəm sizə bütün hamısının qiymətini göstərib. Çeşidlər çoxdur. Məsəl üçün bu iğdə 12 manatdır. Bu yekəsi 10 manatdır. Çeşid çox.
Burada alma sirkəsi var 4 manata, 5 manata iyi də var. Yerli düyü var 5 manata. Hastara düyüsü də yerli düyü. Ağdaş hastane. Ağdaş hastara yerli düylərdir. 3.50-yə, o da 5 manatadır. 13 manata belə əriyi qurusu var. 13 manata, 7 manata gavalıdır. 7 manata əriyi qurusudur. Ayın 19-dan kimi davam edir. 16 manat badam, çərəz 10 manat, fındıq 15 manat, 12 manat 50 qəpiyə ləpə. Yəni, Novruz yarmarkası. Sonra burada da eyni 17. İnnabın yekəsi var, burada 10 manatadır. 9'a vereceğim. 9-a da indirim, indirim olacaqdır. Nə qədər? İndirim oldu. Ne istersen. Gəlirsiniz məsəl üçün hər şeydən alırsınız, hər şeyində də indirim eləyirlər qardaş. Optaboy alırsınız. Yəni bütün Novruz bazarlığınızı eləyirsiniz, indirim olur. Orada da 80. Mən YouTube kanalda bazarları çəkirəm. Hansı kanalda? YouTube kanalı. Ben de. 4 pisat. Yəni o bildiriş şəhəsində. Hə. Qoyacam. Hamı gəlsin alsın, çox alacaq bunlar. Qoz var 9 manata. Nazik qabı qozlar. Orada da var, 2 yaşda da var. 2 yaşda da var, 7-yə, hər qiymətə var. Kim alsın mənsi gəlib alırlar. Püstə var. Badam 16 manat. Buradakı nədir? Maraqlı. Neviz. Hə, Naxçıvan. Naxçıvan. İşte. Kişmiş, hə, kişmiş, Naxçıvan kişmişdir. 13 manata. Bu təbiidir, təbii. Təbii, gündə Aşağı vurulur. qiymət ay yeri var ya yani. Hə. Yəni hamısının aşağı qiymətli yer var, gəlib ala bilərsiniz. Bundan bir dənəsinin dadına baxdım, halal elə qardaş. Sonra genişdir yəni ki. Əriyi quruları. Kişmişlər 13 manata. Hamısı yəni ki endirim olur gəl götəndə. İnnablar 8 manat. Burada almalardır. 70 qəpiyə, 1 manat 50 qəpiyə, 1.50, 2 manata. Bu da siqanka almasıdır. Bax bu siqankadır. Siqanka 2 manatdır. Qızıl Əhməd kimi almadır bu. Sonra yəni dəmiri çoxdur. Böyüyü də 2.50-dir. 1 manatlı siminka, can simit. 1.50. Yeşillərdə də belə satılır. Sonra ləpələr çoxdur. İndi keçəcəm o birisi meyvələri göstərəm. O birisilər də gəlib ala bilərsiniz. Sonra burada bu nədir belə? Hə, ərik qurusudur. Ərik də o yumşaq. Gündə qurudulubdur o. Hə, təbii gündə qurudulmalı. Demək kilosu? Bunlar da ərik. Kilosu 10 manatdır. Hə, bunlar da ərik bunlar. Bunlar da 15 manatdır. 15 ay böyükləri. O əncirdir də. O neçədir? 15 manatda əncirin və təbii qurusudur. Tut qurusu. Cavalı. Hər şey var. Allah bazar versin. Sonra nar var. Nar 2 manat 50 qəpiyə. Nar var 2.50-yə. Sonra nar şərab. Nar şərab var 6 manata. Narın soku var. Belə. 3 manata nar. Nar 4 manata var. İriləri, yekələri 4 manata. 35 qəpiyə. Alma 1.50-yə. Aşağıdan maraqlı olanları göstərim də. Sonra nar. Nar 6-ya, nar 7-yə. Nar 80 qəpiyə. Burada da arakis var. 8 manat. Fındıq 8-ə. Burada uşaqlar üçün oynamağa da yer var. Yəni, uşaqlarınızla gəl bazarlıq eləyəndə burada uşaqlarınız da oynaya bilər. Bu yaxşıdır, bax, xoşuma gəldi. Əla düzəldiblər. Burada da motor şorlardır. Bunlar motor pendirləri. Bunlar motor pendirlərdir. Belə Fizolindir də bunlar. Yox, daş kəsən. Gələbəy zonası, daş kəsən zonası. 12 manata pendir, motor pendiri 12-dir. 16-ya motor pendirdir bax belə. Ayın 19-dan kimi davam edir, gəlib ala bilərsiniz. Sonra əbəlik var. Bir dənəsi 1 manata əbəlik var. Daş kəsən Gədəbəy zonasıdır. Gəlib ala bilərsiniz. Orada burada çorbalar var, 8 manata var. Mehre yağı var, 15 manata. Keçi pendiri 12 manata. 8 manata da mal pendiridir.
Ya da gəl tərixon pizzası 1.50, pendir 10 manata, 12 manata qoyun pendiri, qaymaq 10 manata. Bazar olsun, bazarınız olsun. 10 manata kənd çolpalardır. 19-dan kimi buradasınız da. Davam edir də yarma. İnşallah. Kənd çolpalardır. Bunlar harandır hamısı? Dərdə kənd çolpaları. 8 manata da var. Sonra nəhrə ərimiş 20 manata. Yağ ərimiş 100 kilosu 60 manat. Salam əleykum. Qaymaq 7 manata. Pendir, keçi pendiri 13 manat. Qoyun pendiri 12 manat. Yağlar da 18 manatdır. Nehrə yağı 15 manata. Böyle maraqlı. Bu qaymaq neçədir? 10 manat. Bu camışdır yoxsa adi camış qaymaq 10 manata. Sonra 4 manata süzmə var. Daş kəsən çolpalar, daş kəsən pendirləri 14 manat. Yumurtalar, çolpalar 10 manata. 80 qəpik yumurtasız qəpik. Bazarınız olsun. Şor, pendir 12 manata, 8 manata, 8 manata. Sonra hinduşka 18 manata, qaz 15 manata. Bunlar rayon qazları da yəqin. Gədəbəydən gəlir. 18-ə, 15-ə. Bunlar yəqin Gədəbəy pendiri olar da bunlar. 12-yə, 11-ə, 10 manata, 9-a. Süd, qatıq, qaymaq. Gədəbəy məhsulları da ayın 19-dan kimi. Burada da qoyun pendirdə 13 manata. Yekə təkər kimi pendirlər istəyirsiniz. Burada var 14 manata. Sonra şor 4 manata, pendir 10 manat, 11 manat. Çoxdur. Məhsul çoxdur. Ayın 19-dan kimidir. Biraz tez gəlsəz yaxşıdır. Sonra yağ var 3 kiloluq 65 manata. Ballar var. Bal neçədir bu? Hə 25 manata. 25 manata bal var. Dostlar videonu bəyənin, şərhlərdə öz fikirlərinizi bildirin, kanala abunə olub. Bu cür maraqlı yerlərə çəkib göstərim sizə bayrağı, balları, Gədəbəy balı var 25 manata. Sonra düyülər var. Bu dəqiqə düyü axtarırsınız ki, aş pişirməyə düyülər. Yerli düyüdür. 3.30-a vəhşi düyü. Salam, bazarınız olsun. Bu əsl düyülərdir. Bunlar yəni ki şey deyil. O plasmas deyil. Bunlar 3 manat 50 qəpikdir. Astara düyüdür da bunlar, yoxsa ağdaş düyülərdir. Bu dikdir də, vəhşi düyü deyirlər buna. Çox. Bunlardan aş pişirmək olur da, yapışmır. Bu da ki xırda düyüdür. 1.50-yədir bu da. Ayın 19-dan kimi olacaq da. Ya bayram açlığınızı pişirə bilərsiniz. Ayın 19-dan kimi davam edir. Bazarınız olsun. Dal var. Sonra palmet var 70 qəpiyə. Sonra alma var 1.30-a. 1 manat 30 qəpiyə dal alması var. 2 manata. 2 manata keyfura var. 25 manat. Brokoli 1.50. Maraqlı məhsullar var. Burada da ballar var. Meşə balı 25-ə, 80-a, limon 80 qəpik. 60 qəpiyə var. Maraqlı. Bu da nömrədir də. Buradan salam var. Nuş olsun. Ayın 19-dan kimi gəlib ola bilərsiniz. Propolis, qara tikan, meşə balı. Sonra 20 manata. Salam qaqa, bazar olsun. 25 manat. Qaqa şey təqdim edə qoy görsünlər, gəlsinlər, alsınlar. Az qardaşım, meşə balı var, cökə var, müalicəvi bal var. Sən tüstə varsan? Sən üzün tüstə var, yoxsa? Ha, nə? Ha, onda tüstə. Şey təqdim edə, burası, qoy görsünlər. Meşə balı var, qardaşım, müalicəvi bal. Bu meşə balı, müalicəvi balı. Müalicəvi bal. Ay, qardaş şey. Dağ şeyləri var, qardaşım, bir yan. Bu meşə balıdır. Bəli, bu cökə. Bu cökə balıdır. Bax, belə süzdürür, qəşəng. Belə süzdürəcək qaymağı da içindədir. Sonra bu da ki, Bu beçə balı. bu da beçə balıdır, çoğuş balıdır. Bunlar da şey kremi də. Bu demək xarlanmış baldır, bu isə krem. Bu isə kremi balıdır. Əsasən uşaqlar əgər evdə baldan istifadə eləmirlərsə, krem baldan verib istifadə edə bilərsiniz. Bu nətər hazırlanır o krem balığı? Bu xüsusi aparat vasitəsilə özümüz hazırlayırıq. Bunun da neçədir belə? O kiloqramı 30-adır, 25-dir. 25-ə verərsiniz. Səhər tezə yeməyi yaxşıdır. Çayla, qaymaqla əla gedir. Yəni ki, iftardan sonra baxa bilərsiniz dadına. Əla. Orada qalırsan da. Bəli, hamısı yedir. Bura hara balıdır? Lerik. Lerik balıdır. Lerik bilirsiniz ki,
Dağ rayonunda, yəni ki, orada uzun ömürlər yaşayır, həm də ki, qəşəng oranın balaları olur. Gəlib ala bilərsiniz. Aynı qaqa 19-dan kimdə? 19-da. YouTube-da qoyacaq, baxarsan. Şam inşallah. Bir yazın ki, abunə olun səndən özün. Sonra göyərtilər var. 7 dənəsi 10 qəpiyə. 7 dənəsi 10 qəpiyə. Ballar da burada var yenə. 7 manata, 10 manata, 25 manata. Yumurta var, ləpələr, qarazirə. Burada var belə, əncir qurusu var, belə maraqlı. Əncir qurusu 8 manatda, 8-ə də. Bunlar da böyüdürlər, əncir qurusu. Daha balacasıdır da, böyüdür. Bu da neçədir? 8 manata. Təbii, həm tut var, həm kişmiş var. Bunlar da ki, Himavay, xırda kristal buzlardır. Bu da ki, böyükləridir. 3 manata. Maraqlı. Bunlar yağlardır. Təbii yağlar, maraqlı. Gəlib ala bilərsiniz. Davam edir. Məhsullar gəlib ala bilərsiniz. Davam edir. Ayın 19-na kimi. Burada da meyvələrdir. Xurma var 90 qəpiyə. Bazar olsun. 50 qəpiyə alma. Alma 50 qəpiyə. 70 qəpiyə. 1.50. 1.50-yə, 80-ə. Gəlib ala bilərsiniz. Belə dostlar, daha bir videonun sonuna gəldik. Mənə dəstək olmaq üçün mütləq videonu bəyənin, şərhlərdə öz fikirlərinizi bildirin. Kanala abunə olun. Əsas mən inşallah yaxşı bəyəni gəlsə, yaxşı baxış gəlsə, inşallah daha yaxşı videolar Azərbaycanımızın, Bakımızın maraqlı, gözməli, gəzməli, maraqlı yerlərindən sizlər üçün vlog hazırlayacağım, çəkiliş eləyəcəm. İnşallah ona görə videonu bəyənin. Bu video 1000 bəyəni gəlsə daha möhtəşəm bazarlarda videolar hazırlayacağım. Növbəti videolarda görüşənədək hələlik.